Siz biznes sahəsində 15 ildən artıq deyə bilərik. 13 ildən 13 ildən artıqdır ki, varsınız. Bir qadın olaraq ən çox çalışdığınız hədəf elə qadınların özüdür. Amma adətən qadınlar qadınlarla işləməyə biraz çəkinirlər. Bu balansı necə qoruyub saxlaya bilirsiniz xanım olaraq? Aytən xanım, xanımlarla işləməkdən o qədər məmnunam ki, xanımların qadın həmrəyliyi deyilən anlayışı mən xanımlarla işləyə-işləyə hiss edirəm ki, biz ünsiyyət vaxtı, xanımlarla fikir mübadiləsi vaxtı o duyğunu yaşayıram. Bəs bu balansı qorumaq, əldə saxlamaq, ya bu necə olur? Bilirsiniz, biz insan olaraq hər zaman bir-birimizi duyuruq və xanımlarla ünsiyyət vaxtı xanımlara qarşı olan mənim niyyətimi onlar hiss edir. Və niyyətdən dolayı energetik olaraq artıq onlar sanki hazır olurlar o ünsiyyətə və qarşılıqlı bir sözün əsl mənasında anlaşılma başlayır. Bəzən ilk görüşdə birdən elə olur ki, xanım baxıram çəkinir ünsiyyətə girməkdən, sanki bir ehtiyatlılıq olur. Söhbət əsasında hiss edirəm ki, artıq yavaş-yavaş xanım öz fikirlərini aydın ifadə etməyə başlayır, ünsiyyətdə tam rahat olur. O ki, qəlbən ki, biz insanları sevirik və o sevgidən dolayı qarşı tərəfdə də bir rahatlama olur.